Salam, bugün çox maraqlı bir məsələ ilə izah verəcəm. Çətin məsələ izahlarından daha biri. Orta molekül kütləsi 13 olan amol, hidrogen, bemol, azot qazı qarışığı həcmi 3 litr olan qabda reaksiya daxil edilir. Reaksiya tarazlığında hidrogen molekullarının sayı amonyak molekullarının sayına bərabər olur. Tarazlıq sabitinin qiyməti 0,25-dir. Buna əsasən AB hasilini tapın və burada 2 qaz tarazlıqdadır. Tarazlıqda bərabərdir. O biri qaza bərabər deyil. Yəni 3-cü qazda artıq qalıb. Gəlin baxaq. Deməli 13-ə bərabər elədim yumurtanı. Məxrəcdə molları, sürətdə emirləri yazıb 11-ə 15B hasilini tapdıq. Daha sonra azot, 3 hidrogen və 2 NH3 reaksiyasını yazıb tarazlıq halını tarazlıq cədvəlini tərtib edirik. B amol ilk öncə yazıb, daha sonra bir-birinə bərabərləşdiririk. 3x-lə buradakı 2 amonyakla 3 hidrogeni ona uyğun olaraq əmsalı qədər x götürürük və A-nı biz 5x-ə bərabər edirik bu nizamdan getdikdə. Daha sonra B-ni necə tapacağıq? B-ni də bu şəkildə tapacağıq ki, buradan aldığımız A-nın yerinə 5x qoyduqda 11x bölünsün 3 şəklində B-ni tapırıq. Bu cədvəli yenidən bu formada yazdım. 11x bölünsün 3, bu da 5x və tarazlıq halı bu hal aldı və KT-də yerinə qoyduq. KT-nin ümumi cavabı x6-dan biz 75 tapdıq. Həcmə də bölürük. Bunların hər birini həcmə böldük. Göründüyü kimi. X6-dan biz 75 tapılandan sonra AB hasilini tap deyil. AB də baxın burada 11x bölünsün 3, bu da 5x. Hasilləri 55x kvadratı bölünsün 3 edir. Onu da x6'dan bizə 75'ə vurduqda anlıq 123'dan bizə 75 B variantı. Aydın olmayan nə varsa kommentdə yenidən izah edə bilərəm.